Rusiya Federasiyasının 2-ci Qərb Dairə Hərbi Məhkəməsinin Apellyasiya kollegiyası Moskva şəhər məhkəməsində keçirilən səyyar iclasda Krokus City Hall konsert zalında törədilən terror aktının birbaşa icraçılarını ömürlük həbs cəzasına məhkum edib. Bu barədə RBK məlumat verib. Qeyd edilib ki, Şamsidin Fariduni, Dalerjon Mirzoyev, Məhəmməd Sobir Fayzov və Saidəkiram Racabolizodanı cəzalarını xüsusi rejimli koloniyada çəkməklə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. Onlar cəzalarının bir hissəsini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəza koloniyasında çəkəcəklər. Bundan əlavə məhkəmə hər birinə 990 min rubl məbləğində cərimə də təyin edib. Qeyd edək ki, 2024-cü il martın 22-sində Moskva vilayətinin Krasnogorsk şəhərində yerləşən Krokus konsert salonuna terror hücumu olub. Nəticədə 6 uşaq olmaqla 145 nəfər həyatını itirib, 551 nəfər yaralanıb.